Bismillahirrahmanirrahim. Əziz bacı və qardaşlarım, bugünkü mövzumuz biz insanların varlığı ilə Allah Təbarək və Təalanın varlığı arasındakı fərqlərdir. Bunu qısa bir məzmun şəklində çatdıracağam inşallah. Bizim yaradılış məsələmiz maddi yaradılış məsələsi və maddi təsirlər nəticəsində baş vermişdir. Düzdür, bizim yaradılışımızda da, varlığımızda da mənəvi, yəni metafiziki bir təsirlər mövcuddur. Amma Allah Təbarək və Təalanın varlıq məsələsində metafizika məsələsinin də üstündə və yüksəyində bir məsələ vardır. Allah Təbarək və Təala varlığında maddi bir məsələlərdən heç söhbət oluna bilməz. Çünki maddi məsələləri olan bir varlığın hər bir şeyə ehtiyac olmalıdır. Yaradılışa, cismə, danışmağa, söhbət etməyə, hərəkət etməyə və başqa məsələlərə ehtiyac olmalıdır. Amma Allah Təbarək və Təalanın varlıq məsələsində bundan söhbət gedə bilməz. Allah Təbarək və Təala mükəmməl, kamil və maddi təsirsiz bir varlıqdır. Allah Təbarək və Təala hər bir yaratdığı varlıqlara maddi tərz və maddi təsir göstərir. Buna görə hər bir varlıq Allah Təbarək və Təalanın varlığından aşağı bir məsələdir. Aşağı bir tərzdədir. Allah Təbarək və Təala heç bir əşyaya, obyektə və hətta subyektə ehtiyacı yoxdur. Obyekt yəni təsir götürən, subyekt isə təsir edici. Əgər təsir edici, yəni subyekt desək Allah Təbarək və Təalanın varlığında, deməli bunu qəbul edirik ki, Allah da yaradılmış bir nəuzubillah bir varlıqdır. Amma bayaq dediyim kimi nə obyekt cəhətdən, nə subyekt cəhətdən Allaha təsir yoxdur və Allaha təsir edici də söhbət gedə bilməz.